Təhlükəsizlik sözünün fonetik təhlilinə əsasən uyğunluğu istəyir bizdən. Tələffüsü təhlükəsizlik şəklində olacaq. Sözdə kar və cingiltili samit yanaşı işlənmişdir. Təhlükəsizlik sözündə deməli, bəli, h kardır, l cingiltilidir. Deməli, bir doğrudur həqiqətən də. Tələffüzdə kar, cingiltili samit cütlüyü işlənir. Bəli, t və d burada cütlük təşkil edir. Doğrudur. Tələffüzdəki fərqlər həm kökdə, həm də şəkilçidə müşahidə olunur. Sözün kökü təhlükə sözüdür, amma burada sözün kökü olduğu kimi qalıb, yəni bu hissəsi. Deməli, bu yanlış fikirdir. Sözdə ahəng qanunu gözlənilib. Bəli, gözlənilib. Hər bir incə saytdır. Bu doğru fikirdir, amma bizə yanlışdan yanlış lazımdır. Bir fərqli məqam var. Xeyr, burada iki fərqli məqam var. Şəkilçimizdə iki fərq özünü göstərir. Deməli, bu yanlış fikirdir, seçirik. Qarşılığı olmayan iki samit var. Qarşılığı olmayan samitlər H samiti, başqa L samiti. Bu doğru fikir olduğuna görə bunu da seçmirik. Cavabımız olacaq 1, 2 və 5.